Salam, hər vaxtınız xeyir olsun. Mən Arifə Mahmudova. Bugün sizlərlə 2025-ci ilin Dövlət İmtahan Mərkəzi Azərbaycan dili 1-ci hissə test toplusundan amonimlər, sinonimlər, antonimlər bölməsinə baxacağıq. Vaxt itirmədən testimizə keçid alaq. Birinci testə baxırıq. Hansı sözün qarşılığı düzgün verilmişdir? Laqeyd diqqətli deyil. Laqeyd hər şeyə səthi yanaşan mənasındadır. Diqqətli isə hər şeyə diqqətcil yanaşan, ona görə A olmaz. Kəmsavad istedadlı yenə də deyil. Kəmsavad savadı tam çatmayana deyilir. İstedadlı isə daha çox istedadı olan, daha çox bacarıqları olan insana deyilir. Elm, elmli, hər elm sahibi olan elmli deyil axı məna cəhətdən də. Həm də elm ayrı bir şeydir. Elmli olmaqsa insanın artıq necəliyini bildirən bir şeydir. Ona görə bu da olmaz. Kəmşirin, şipşirin. Kəmşirin deyəndə daha az şirin mənasındadır. Şipşirin deyəndə daha çox şirin mənasındadır. Ona görə bu da getdi. Bu arada C variantında elmlə elmli, elm hər hansısa bir təhsil deməkdir. Hər hansısa bir cansız bir şeydir. Elmli olmaqsa sırf insana məxsus bir xüsusiyyətdir. Bimürvət, insafsız. Bimürvət elə deyirəm də, nə bimürvət insandır, nə insafsız insandır. Ona görə də cavabımız olacaq Y variantı. Vaxt itirmədən keçid alaq ikinci testə. Sözlərdən yalnız biri amonim kimi işlənə bilir. Tez baxıram sözlərdə, məsələn, gəlin ifadəsi vurğusu dəyişməklə mənası dəyişən bir ifadədir. Atlas sözü bir hərflə fərqlənən ifadələrdən idi. Əsr ifadəsi diqqətimi cəlb eləyir. Bu ifadədə bir var əsir, bir də var əsr. Bir hərflə fərqlənən amoforumlarımız idi. Nazik ifadəsini amonim kimi işlədə bilmirik ümumiyyətlə. Nazik, ümumiyyətlə nazik mənasındadır da. Başqa nə mənası olacaq? Cavab ona görə də C-dir. Sözlərdən sonra maqmək mütləq demişdim ki, artırın. İnci bir mirvari mənasındadır. Mirvari, inci bu mənada isimdir. Bir də incimək mənasındadır. Bu mənada isə küsmək mənasını bildirir və feil olmuş olur. Üçüncü testə baxırıq. Sinonim sözlər cərgəsini müəyyən eləyin. Müəyyən eləyək. Həkim, hakim, sənət. Sinonim sözlər cərgəsini istəyir. Cavab elə B-dir. Hündür, yüksək, uca. Dördüncü testə baxırıq. Amonim sözlər cərgəsini müəyyən eləyin. Amonimlər deyilişi, yazılışı eynidir. Mənaları bir-birindən fərqli olan ifadələrdir. Məndən amonim istəyir. Baxıram, A variantında sən ifadəsini mən başqa nə cür düşünə bilərəm? Səndən söhbət gedirdi. Ona görə A çıxdı. B variantında qələm ifadəsini və yaxud da fizika ifadəsini, bunlar ümumiyyətlə başqa cür, həftə ifadəsi başqa cür düşünülməz, televizor başqa nə cür düşünüm? Cavab olacaq Y variantı. Ləpə, bir var qoz, fındıq ləpəsi, bir də var dənizin ləpələri. Biz ifadəsi, bir var şəxs əvəzliyi mənasında biz, bir də var ki, biz alət mənasında, isim mənasında, say, bir var ki, termin mənasında olan o saydan söhbət gedir, nitq hissəsi olan say, bir də var saymaq feili, ona görə də cavab Y-dir. Beşinci testə baxırıq. Amonim sözlər yenə də bez ifadəsi, bez bir var əski mənasında, bir də var bezmək feili mənasında. Yar ifadəsi, bir var sevgili, yar bu mənada, bir var nə isə yarmaq mənasında. Düz ifadəsi isə bir çox mənada amonim ola bilər. Bir, mil düzü, muğan düzü bu mənada gedilən yeri bildirir və isimdir. Daha sonra düzmək feili mənasında ola bilər. Sifət mənasında da ola bilər. Düz insan, məsələn. Düz oturmaq, zərf mənasında da ola bilər. Biz sözünü isə bayaq izah eləmişdim. Ona görə də cavab elə A variantı olacaq. Digərlərində, məsələn, yox ifadəsini necə eləyəcəksiniz? Elm ifadəsi olmaz yenə də. El ifadəsi, eldir də, yəni insanın eli və yaxud da var ifadəsini, məsələn, düzəltmək olmayacaq ümumiyyətlə bunları. C getdi, D getdi, Y getdi. Həqiqətən də quzu ifadəsi də elə heyvan mənasındadır da. 6-cı testə baxırıq.
hansı cərgədəki sinonimlər həmişə bir-birini əvəz edə bilir? Belə olanda əşya axtarmağa çalışında D variantıdır. Eynəklə çeşmək. Elə eynək çeşmək mənasındadır da, gözümüzə taxdığımız əşya mənasındadır. Bu tip ifadələr, yəni əşyalar həmişə bir-birini əvəz eləyəcək də əşya olan sinonimlər. Məsələn, dava, hər dava eləyən bir-biri ilə müharibə eləmir məntiqi cəhətdən. Hər ürək, məsələn, deyirəm, ürəyim ağrıyır, könlüm ağrıyır demirəm. Mən dava eləyirəm. Məsələn, deyirik ki, dava eləyirik də bir-birimizlə dalaşırıq. Biz müharibə eləmirik ki, öz aramızda. Müharibə daha böyük bir anlayışdır. Deyirəm, gözəl əsər oxudum. Mən deyə bilmirəm, göyçək əsər oxudum. Məsələn, görürsünüz, əvəz eləmək olmur. Yoxlamaq nəyisə sınamaq deyil. Nəyisə nəzərdən keçiririk, yoxlayırıq, görən düzdürmü, səhvdürmü? Hər dəfə o sınamaq mənasında deyil. Ona görə də Y variantı da çıxdı, cavab olacaq D variantı. 7-ci testə baxırıq. Nümunədə altından xaç çəkilmiş söz leksik baxımından hansına aiddir? Gətirib onları yada Təbrizim, baş əymə cəllada yada Təbrizim. Bunlar amonimdir bir-biri ilə. Fikir verin. Eyni ifadə, eyni cür yazılıb, fərqli mənada başa düşülür. Amonimlərdə nə idi? Deyilişi, yazılışı eyni, mənaları bir-birindən fərqli. Fərqli mənalarda başa düşülən ifadələrdir. Birinci mənada yada gətirmək, insanın yada düşmək bu mənadadır. İkinci ifadədə isə yad, özgə bir insan bu mənadadır. Cavab ona görə də burada Y variantı olmuş olacaq. 8-ə baxırıq. 8-də deyir, amonim sözlərdən ibarət cərgəni müəyyən eləyin. Sol bir var sol tərəf mənasında. Bir də var solmaq, gülün solmağı mənasında. Yol ifadəsi bir var yolmaq. Neysə, bir də var yol, gedilən yol mənasında. Dağ ifadəsi bir var hündürlük, ucalıq bu mənada. Bir də var hansısa, məsələn, neysə dağ eləyib harasa basmaq bu mənada. Bağ ifadəsi bir var ki, yer mənasında olan bağ. Bir də var ki, ayaqqabının bağı mənasında. Amonimlər həqiqi mənaya malik olur, dostlar, bunu unutmuruq. Ona görə də bu mənada ilə cavabınız olacaq A variantı. Əsr ifadəsini çıxırıq, bir sözlə fərqləndi. Sənət ifadəsi bir sözlə fərqləndi. Dondurma ifadəsi, səpin ifadəsi vurğusuna görə fərqlənən sözlərdir. Olmaz. Alma ifadəsi vurğusuna görə fərqlənir. Göz ifadəsi isə çox mənalı söz idi. Bədən üzvlərimiz çox mənalı idi. Məsələn, şkafın gözü deyirəmsə məcazi mənadadır. Bir dənə məcazi məna tapdımsa çox mənalı söz sayılır. 9-cu testə baxırıq. Sözlərdən biri amonim kimi işlənə bilir. Cavab elə baxan kimi bilinir ki, A variantıdır. Nəyə görə? Təsnif. Bir var, məsələn, şur təsnifi, Xudayar təsnifi, musiqidə olan təsnif. Bir də var, nəyisə sadalamaq, təsnif eləmək. Məsələn, dərsdə sadalayıram ki, ismin neçə halı var. Deyirəm, ismin 6 halı var. Adlıq, yəlik, yönlük. Artıq təsnif eləyirəm onu sizin üçün. Ona görə də cavab A variantıdır. Məhrum, mərhum, ümumiyyətlə bunlar olmayacaq. Bir hərflə fərqlənən ifadə. Ümumiyyətlə fikir versəz, bu ifadələri başqa heç bir mənada biz başa düşə bilmərik. Mətndən mətin ifadəsi də eynən bir hərflə fərqlənən sözlərimizdəndir. 10-cu testə baxırıq. Sözlərin üçünün də amonim olduğu cərgəni istəyir bizdən. Su ifadəsini biz işlədə bilmərik. Bəzən deyirlər ki, müəllimə, sumaq ifadəsi var da dilimizdə, sumaq. O məna, o sumaq sözün özüdür. Yəni, ədviyyat mənasında sözün özüdür. Necə duz sözün özüdür, köküdür. Sumaq da su sözün kökü olmayacaq ki. Sumaq sözün özüdür, köküdür. Amonim sözlərin başlanğıc formaları eyni olmalıdır. Amma mən bir sumaq, bir də su desəm, bunlar ayrı-ayrı başlanğıc formalarda olacaqlar. Ona görə olmaz. Ona görə A variantını atırıq, gedir. Üçünün də amonim olduğu variantı istəyir məndən. Dağla ifadəsini dağla, bir də var dağla, dağ ilə. Bunların da ümumiyyətlə başlanğıc formaları fərqli olmuş olacaq. C çıxdı. Kök, say, tük. Baxıram, kök ifadəsi bəli amonimdir. Say ifadəsi amonimdir, amma tük yox. Arx, yol, göz. Göz ifadəsi çox mənalı sözdür, bu da olmaz. Cavab oldu Y variantı. Üz ifadəsi bir insanın üzü sifəti mənasında, bir də üzmək feili mənasında. Yol ifadəsi bir yol, gedilən yol, bir də yolmaq mənasında.
Tək ifadəsi isə nəyinsə bir dənə olması mənasında, bir mənada da tək qalmaq mənasında, məsələn, zərf mənasında götürə bilərik. Tək ədəd və tək qalmaq. 11-ci testə baxırıq, yəni Y variantı olmuş olur. 11-ci testə baxırıq. Antonim sözlər cərgəsini müəyyən edin. Antonimlərdə ən əsas açar eyni nitq hissəsinə aid olmasıdır. Antonimlərində, sinonimlərində. Antonim yaxın mənalı, daha doğrusu əks mənalı, sinonim yaxın mənalı ifadələrdir. Əziz, hörmətli, nikbin, bədbin, tünd, açıq. Amma əziz, hörmətli uymadı axı əks mənaya. A variantı getdi. Sevinç, kədər, qəm, qüssə ilə eyni bir şey oldu. El, oba, eyni bir şey oldu. Yurt, yuva. Xeyir, şər, oğul, uşaq ifadəsi xeyir. Bunlar bir-biri ilə əkslik təşkil eləmirlər. Cavab olacaq Y. Ağ, qara, tez, gec, axşam, səhər. Hər biri eyni nitq hissəsinə aiddir. Yəni, ağ sifətdirsə, qara da sifətdir. Tez zərfdirsə, gec də zərfdir. Axşam zərfdirsə və yaxud da isim mənasında da işlənə bilər. Səhər də eynən o qaydada. 12-ci testə baxırıq. Daha doğrusu mübtəda vəzifəsində də işlənə bilər. Zərflik də ola bilər cümlədə həm də. 12-ci testə baxırıq. Sinonimi olan sözlərin cərgəsini müəyyən eləyin. Eləyək. Çətin, mürəkkəb, tərəqqi, yüksəliş, varlı, dövlətli. Elə cavab olacaq A variantı. 13-cü testə baxırıq. Hansı cərgədəki sözlərin hamısı amonimdir? Baş, göz, qol bunları çıxırıq, bədən üzvlərini çıxın. Ətək ifadəsi də çox mənalıdır. Məsələn, dağın ətəyi deyəndə məcazi mənada düşünülür. Dil ifadəsi həm çox mənalıdır, həm amonimdir. Biz bilirik. Rus dili, türk dili, ingilis dili, bir də var insanın, heyvanın dili. Bu mənada amonimdir. Amma pianonun dili deyirəmsə, bu mənada məcazi düşünüldüyünə görə çox mənalı söz sayılır. Ona görə Y variantını atıram. Daha doğrusu Y variantını hələ atmırıq bircə dəqiqə. Aha. Göz ifadəsinə görə atırıq Y variantını. Daha sonra B-dədir yağ ifadəsi. Yağ, bir var yediyimiz yağ. Bir də var yağmaq, yağışın yağması. Sağ ifadəsi, bir var tərəfimiz olan sağ. Baxırıq sağ tərəfimizə, sağ əlimizə və s. Bir də var ki, sağmaq. Məsələn, nəyisə inəyin südünü sağmaq. Oynaq ifadəsi, bir var ki, sümük olan o oynaq. Oynaq sümük. Bir də var oynaq olan, oynaq mahnı məsələn. Ona görə də cavabınız elə B variantı olacaq. Gəlir ifadəsi isə vurğusu dəyişməklə, daha doğrusu gəlir, bircə dəqiqə, gəlir, qaçır, görüş. Qaçır ifadəsini götürə bilmərik. Məsələn, sözdən qaçmaq mənasında düşünsək, bu artıq məcazi mənada olmuş olacaq. 4-cü testə baxırıq. Antonimlər cərgəsini müəyyən eləyin. Uzun, gödək, böyük, kiçik, gecə, gündüz. Elə cavab A variantıdır. Məsələn, B-də mərd, namərd götürə bilmərik. Çünki bunların hər ikisinin kökü eynidir. Bunun kökü mərddir, bunun da kökü mərddir. Burada leksik şəkilçi bunları fərqləndirir və leksik şəkilçiyə görə ümumiyyətlə fərqlənən sözlər kökləri eynidirsə, antonim sayılmır. Enli, ensiz. Burada da sözlərin kökü endir. Li ilə siz burada, necə ki duzlu, duzsuz deyirik. Sözlərin kökləri duzdur. Burada da sözün kökləri endir. Burada fərqləndirilən leksik şəkilçilərdir. Leksik şəkilçinin bir-biri ilə antonim olmağı, əksliyi təşkil eləməyi qrammatik antonimlik sayılır dilimizdə. Amma sözün kökü eynidirsə, bu antonim sayılmır, antonimliyə girmir. Ona görə də C çıxdı. Səhər, axşam, dost, tanış. Dost, tanış əks məna bildirmədi axı. Ona görə D variantı çıxdı. Yaxşı, yaman, dadlı, dadsız. Burada da yenə də eynidir. L-la sızdır burada əksliyi təşkil eləyən. Ona görə də Y variantını götürə bilmərik. Digər söz də həm də bir-biri ilə antonim deyildi. Vaxt itirmədən 15-ci testə baxırıq. Amonim sözlər cərgəsini müəyyən eləyin. Məsələn, burada dolu, boş. Dolu amonimdir, amma boş yox. Baş ifadəsi, məsələn, kəndin başı mənasında çox mənalı ifadədir. Ad ifadəsi olmayacaq. Bol ifadəsi olmayacaq. Cavab olacaq Y. Ud,
Ud bir var ki, çalğı alətimiz olan ud. Bir də var nəyisə udmaq mənasında. Yad ifadəsi bayaq qeyd elədiyimiz kimi özgə mənasında yad, bizə yad olan adam. Bir də var ki, yad, insanın yadı, yaddaşı. Ona görə də cavabımız Y variantıdır. 16-cı testə baxırıq. Hansı sıralardakı hər iki söz amonim kimi işlənə bilər? Hər iki sözün amonim olduğu cavabı istəyir bizdən. Diş ifadəsi, məsələn, sarımsağın dişi, darağın dişi mənasında məcazi məna bildirdi və onların həqiqətən dişləri olmur ki, insan kimi bənzətmə var da. Çox mənalı söz olur. Ona görə bir olanları çıxaq. A variantı, Y variantı getdi. Dan ifadəsi, bir var dan ulduzu, bir də var nəyisə danmaq. Din ifadəsi, məsələn, İslam dini, Xristian dini, Yəhudi dini və sair dinlərimiz. Bir də var dinmək, danışmaq. Deməli 2 həqiqətən də amonimdir. C variantında 2 yoxdur deyə çıxdı. 3-ə baxıram. Yol ifadəsi olsa da yon ifadəsi yonmaq mənasındadır bir dənə. Ona görə 3 olmaz. Cavab B olacaq. Yaş ifadəsi, bir var quru, daha doğrusu nəm, yaş bu mənada. Bir də var insanın yaşı. Bizim hər il doğum tariximizi qeyd elədiyimiz yaşımız. Quru ifadəsi, bir var ki, qupqurudur da, nəyisə boşqaba baxırıq, qurudur. Bir də var ki, quru, məsələn, quruya çıxmaq, o deyirik coğrafiyada. Ona görə də cavab 16-da olacaq, B variantı. 17-ci testə baxırıq. Biri günahsız sözünün sinonimidir. Yəni, yaxın mənalısıdır, məsum. Məsumdur, günahsızdır. Nikbin ifadəsi optimist mənasındadır. Məhzun da çox bununla qarışdırırlar. Kədərli deməkdir. Məyus olmaq belə biraz məyus oluruq da. Nəsə bir işimiz alınmır, məyus oluruq. Pərişan ifadəsi də eynən daha çox mənfi mənaya gedir. Günahsızsa məsumdur, günahsızdır. Məsələn, deyirik, təzə doğulan körpə çox günahsızdır, məsumdur. 18-ci testə baxırıq. Biri vurulmaq sözünün sinonimidir. Baxaq bunlardan, baxıram ki, Y variantıdır. Vurulmaq, bənd olmaq. Süst olmaq ifadəsi halımız olmur. Məsələn, nəsə olur bizə halımız olmur. Deyirəm, süst kimiyəm, süst olmuşam. Amma vurulmaq bənd olmaqdır. Kiməsə bənd olmuşuq, vurulmuşuq. 19-cu testə baxırıq. Kədərli sözünün sinonimi deyil deyir. Pərişan, kədərli, qəmli, məhzun, bayaq qeyd eləmişdim. Hüzünlü, cavab Y-dir. Məsum sözünü axı bayaq qeyd elədik, hansı sözlə işlənir? Gəlin baxaq, hansı söz idi? Günahsız söz idi. 20-ci testə baxırıq. Biri batmaq sözünün sinonimi ola bilər. Batmaq, süst olmaq deyil, bayaq qeyd elədik. Qərq olmaqdır. Batmaq, qərq olmaq, suda batdı, sulara qərq oldu. 21-ci testə baxıraq. Hansı cərgədə sözlərin üçünü də amonim kimi işlətmək mümkündür? Baxaq, ürək, könül, qəlb amonim kimi istəyir. Xeyr, amonim kimi getmir. Ağ, qara, qırmızı. Kürü ifadəsidir. Qapı ifadəsində necə işlədəcək həyatı? Kürü ifadəsi, bir var ki, balığın kürüsü, balığın içindən çıxan kürü. Bir də var ki, qışda qarı təmizləmək üçün o təmizləmək prosesi gedir də, xüsusi alətlərlə. O kürümək adlanır, kürümək prosesi. Təsnif sözünü bayaq izah eləmişdim. Biri var ki, məsələn, Xudayar təsnifi, musiqidə təsnif. Bir də var nəyisə sadalamaq mənasında olan, təsnif etmək mənasında olan. Qala ifadəsi, bir var qız qalası mənasında qala, yəni yer mənasında, bir də var qalamaq mənasında. Məsələn, od qalamaq, Novruz bayramında od qalayırlar, tonqal olsun. 21-də D variantı olmuş olacaq. 22-də hansı cərgədə sözlərin üçünü də amonim kimi işlətmək mümkündür? Amonim istəyir məndən. Bel, göz, ətək hər biri çox mənalı söz kimi işlənir dilimizdə. Çay, şahid, gəlin. Gəlin ifadəsi vurğusu dəyişməklə mənası dəyişən sözdür, amografdır.
olmaz qətiyyən. Divan amonimdir, bəli. Divan, bar, həyət. Həyət ifadəsini necə işlədəcəyik ki, başqa? Saz ifadəsi bir var ki, çalğı aləti mənasında, bir də var ki, nəyinsə yaxşı vəziyyətdə olması. Sağ ifadəsi isə sağmaq və sağ tərəf mənasında. Elə cavab D variantı. Burada da nəfis ifadəsi bir hərfdən fərqlənən sözlərimizdən idi. 23-cü testə baxıram. Hansı cərgədə sözlərin üçünü də amonim kimi işlətmək mümkündür? Alma ifadəsi, əkin ifadəsi, vurğusu dəyişməklə mənası dəyişən ifadədir. Üçünü də amonim kimi işlətmək mümkündür deyir. Məsələn, dərd, kədər, hüzün necə üçünü də işlətmək mümkün olsun? Olmur. Aşmaq bir var, aş, sakin və daş ifadəsi. Sakin ifadəsi elə haransa insan mənasında, sakin olmaq mənasında. Qan ifadəsi amonimdir, qanmaq. Bir də var ki, qan. Doğru ifadəsi və nadan. Nadan ifadəsini başqa cür işlətmək olmaz. Cavab olacaq D. Dolu ifadəsi. Bir var ki, göydən yağan dolu. Bir də var ki, məsələn, qap su ilə doludur. O mənada dolu, yəni boş olmayan mənasında. Kütlə ifadəsi. Bir var ki, nəyinsə çəkisi, kütləsi. Bir də var kütlə, insan kütləsi mənasında. Əsər ifadəsi. Əsər ifadəsi bir var yazılan əsər, bir də var ki, iz, nişanə mənasında, əsər əlamətdə belə deyək. 24-cü testə baxırıq. O zaman bəylərin alqışı, alqış, qarğışı, qarğışı idi cümləsində. Altından xətt çəkilmiş sözlər nədir? Antonimdə alqış, qarğış, əks mənalı ifadələrdir. Bu dərdə tablaşmaq, bu əzaba dözmək çox çətin idi cümləsində. Altından xətt çəkilmiş hansı sözlər hansı məna qrupuna aiddir? Tablaşmaq və dözmək ifadəsi sinonim sözlərdir. Cavab olacaq A variantı. Hava soyuq idi və oyun havası çalındı cümləsində hava ifadəsi nədir? Bunu bayaq da qeyd elədiyim kimi bu amonim ifadədir. Hər üçü amonim kimi işlənə bilər. 27-ci testə baxırıq. Diş ifadəsini çıxdıq, qol, göz ifadəsini çıxdıq. Bal ifadəsi işlənsə də baş ifadəsi çıxdı. Burada ayaq ifadəsi var, çıxdı. Cavab qaldı D variantı. Bağ bir var ki, gedilən yer mənasında, bir var ayaqqabının bağı. Sağ bir var sağ tərəfimiz mənasında, bir də var nəyisə sağmaq. Tala bir var gedilən yer mənasında tala, bir də var haransa soyub talamaq mənasında. 28-ci testə baxırıq. Hər üçü amonim kimi işlənə bilir. Dəniz ifadəsini nə kimi işlədəcək və yaxud əsr ifadəsini işlədə bilmirik. Divan ifadəsi amonim olsa da həyat ifadəsini necə işlədəcək? Burada da bir dənə kök ifadəsini amonim kimi işlədə bilərik. Cavab oldu Y variantı. Bel, yol, dar. Bel alət mənasında bel. Bir var ki, haransa belləmək mənasında olan o alət bel. Bir də var insanın beli. Yol ifadəsi bir var gedilən yer mənasında, bir də var yolmaq mənasında. Dar ifadəsi, məsələn, yolun dar olmağı, yolun ensiz olmağı mənasında. Bir də var dar ağacı mənasında. 29-cu testə baxırıq. Amonim kimi işlənə bilən ədəbiyyatşünaslıq terminləri də deyir. Ümumiyyətlə, ədəbiyyatşünaslıq terminlərindən B variantında bənd və qoşma ifadəsi həqiqətən də amonim kimi işlənə bilər. Bir var çayın qarşısına çəkilən bənd mənasında. Bir də var ki, bənd ifadəsi bildiyimiz termin mənasında, şeir bəndi mənasında. Qoşma ifadəsi bir var Azərbaycan dilindəki qoşma, yəni köməkçi nitq hissəsi, bir də var ki, qoşma ədəbiyyatşünaslıq termini, bir də var qoşma nəyisə calaq eləməkdə, belə deyim, o mənada. Daha sonra 30-cu testə baxırıq. Amonim kimi işlənə bilən ədəbiyyatşünaslıq terminləridir. Cavab elə A variantı olacaq. Divan ifadəsi, qitə ifadəsi həqiqətən də ədəbiyyatşünaslıq terminidir və amonim ifadədir. Bir var əyləşdiyimiz divan, bir də var ədəbiyyatşünaslıqdakı termin mənasında. Qitə ifadəsi bir var coğrafiyada işlənən, bir də var ədəbiyyatşünaslıqda işlənən qitə. 31-ci testə baxırıq. Sinonim sözlərdir, yəni yaxın mənalı, həm də eyni nitq hissəsinə aid olmalıdır. Əxlaq
Nə, əxlaq, həyalı, necə, həyalı. Bunlar əks, belə deyək də, bunlar fərqli nitq hissələrinə aiddir. Ona görə də A variantı çıxdı. Çünki eyni suala cavab vermədi. Eyni nitq hissəsinə aid olması üçün eyni suala cavab verməlidir onlar. Əqidə nə, əqidə, məslək nə, məslək, ismətli necə, ismətli, namuslu necə, namuslu. Həqiqətən əqidə, məslək, ismətli, namuslu sözləri bir-biri ilə sinonim olan sözlərdir. Cavabımız ona görə də B-dir. İradəsiz, iradəsi, iradəli yazmaq istəyiblər. Burada çox güman ki, L gedib. Amma yenə də bu sözləri götürə bilmərik. Yəni, iradəsi olmayan, iradəsi olmayan mənasında. Bu, onun açmasıdır. Bu, onun sinonimi deyil axı. C variantı getdi. Odlu, alovlu, alçaq, hündür olmayan o mənasıdır. Axı, sinonimi deyil. Pis, yaxşı, isti, soyuq. Bunlar isə antonimdirlər, sinonim deyirlər, əks mənadadılar. 32-ci testdə baxıraq, sinonim olmayan sözlərdir bir-biri ilə. Sinonim olmayan, nəticə, yekun, göy, səma, bunlar sinonimdir. Gödək, qısa, qoca, yaşlı, elə sinonimdir. Bu arada qoca sözünə çaşıb kim sualını verməyin. Qoca sözü insanın qazandığı xüsusiyyətidir, qocalmağıdır. Qoca, necə, qoca. O zaman bu, məsələn, mərd olması da eynən o qaydada. Necə, mərd, necəliyini bildirdiyi üçün sifətdir. Vüsal, qovuşmaq. Cavab C variantıdır da elə. Çünki vüsal, qovuşmaq, bunlar, belə deyək də, elə bilin ki, bunun mənasını götürüb yazıb da ora. Sinonim həm də eyni nitq hissəsinə aid olmalıdır axı. Vüsal sözü heç feil deyil axı. Qovuşmaq sözü amma feildir. Magmək var orada. Cavab ona görə də C variantıdır. Digərləri isə doğrudur. 33-cü testdə baxıraq antonim sözlərdir deyir. Səhər, axşam, əla, dost, tanış. Xeyr, dost, tanış antonim deyil bir-biri ilə. Yavaş, asta, böyük, kiçik, əyri, düz. Yavaş, asta sözlərini bir-biri ilə antonim götürə bilmərik. Elə yavaş, asta deməkdir. Tez, cəld, elə bunlar da antonim deyirlər. Daha sonra aşkar, yəni hamının gözü qarşısında. Xəlvət, yəni gizlin. Əla antonimdir. İrəli, geri antonimdir. Əli açıq olmaq, yəni hamı ilə hər şeyi paylaşmaq mənasındadır. Xəsis olmaqsa, məsələn, deyirik Hacı Qara xəsis bir obraz idi. Hər şeyi gizlədirdi. Xəsis olmaqsa, məsələn, xəsisdir, simicdir, pulunu xərcləmək istəmir. Cavab olacaq D variantı. Yaxşı, yaman, dadlı, dadsız, bağlı, bağçalı. Dadlı, dadsız, bağlı, bağçalı sözlərini isə digər testlərdə izah elədim ki, kökləri eyni olan sözləri nə antonim, nə də sinonim götürə bilmərik. Şəkilçi vasitəsilə orada yaxın mənalılıq və yaxud da əks mənalılıq yaranırsa, şəkilçi nəyəsə təsir eləmir sözün kökünə. 34-cü testdə baxırıq. Antonim sözlərdir. Sevinç, kədər, qəm, qüssə. Qəm, qüssə bir-biri ilə əks mənalıq təşkil eləmir. Xeyir, şər, oğul, uşaq. Oğul, uşaq bir-biri ilə əks mənalıq təşkil eləmir. Təkrar düşən testlərdəndir. El, oba bir-biri ilə əkslik təşkil eləmir. Əziz, hörmətli bir-biri ilə əkslik təşkil eləmir. Cavabınız olacaq C. Arxayın, nigaran. Arxayın olmaq arxayındır. Ondan nigaran olmaqsa nigaran qalıb ki, görəsən hardadır, başına nə gəldi və s. Alqış, qarğış, eniş, yoxuş. Cavab C. 35-ci testdə baxırıq. Amonim sözlərdir. Fəsil ifadəsini götürməliyik. Bir var yaz, yay, payız, qış, bu olan fəsil. Bir də var hər hansısa bir əsərin fəsilləri. Əsər bir neçə fəslə bölünür axı. Ona görə biri götürməliyik. A-da bir yoxdur, Y-də biri yoxdur. Mətin ifadəsi isə bir var mətin, mətanətli. Bir də var mətn, hər hansısa bir tekst. Burada 6-da tekst mənasındadır və bu bir hərf artırılanda mənası dəyişən sözdür. Bir hərfə görə fərqlənən sözlər amonim sözlər sayılmır. Ona görə 6-nı da çıxırıq, D-də çıxdı. Atlas ifadəsi isə yenə də eynən o qaydadadır. Göz ifadəsini də çıxırıq. Nəyə görə? Çünki göz çox mənalı sözdür. Bir var insanın, heyvanın gözü, bir də var şkafın gözü. Bu iki mənada çox mənalı söz sayılır. Ona görə də cavabımız elə qaldı C variantı. Fəsil ifadəsini izah elədim. Alışmaq ifadəsi isə bir var alışıb yanmaq mənasında bir də var alışmaq öyrəşmək mənasında. Xal ifadəsi insanın bədənindəki xal və insanın topladığı xal mənasında. Cavab olacaq C. 36-cı testdə baxırıq. Amonim sözlərdir yenə də.
Min ifadəsi, bir var min sayı, bir də var minmək feili, biri götürməliyik. B variantında bir yoxdur, D variantında bir yoxdur, ona görə bunlar çıxır. Dərin ifadəsi amonim ifadə deyil. Məsələn, dərin söz deyərəm, bu məcazi mənadadır artıq. 3-də saç ifadəsi, bir var tük mənasında saç, bir də var saçmaq, işıq saçmaq mənasında. 3-ü götürürük. Qarış ifadəsi, bir var deyirəm boyu bir qarış, yəni bir damcı. Bir də var qarışmaq mənasında. Cavab elə olacaq A variantı. 37-ci testə baxırıq. Endim bulaq başına, yarım çıxdı qarşıma. Altından xətt çəkilmiş sözün sinonimidir. Bulaq ifadəsinin sinonimi çeşmədir. Cavab olacaq C variantı. 38-ci testdə aşağıdakı sözlərdən hansılar amonimlik xüsusiyyətinə malikdir deyir. 7 ifadəsini heç cür başqa cür işlədə bilmirəm. Biri çıxdım. Ürək ifadəsini başqa cür necə işlədim? D variantı da çıxdı. 38-də. Daha sonra qaz ifadəsi, bir var ki, o heyvan mənasında qaz, bir də var haransa qazmaq mənasında. 3-ü götürürəm. Yaş ifadəsi, bayaq qeyd elədiyim kimi nəm, yaş mənasında. Bir də var insanın ad günündə qazandığı yaşı mənasında. 3-4 götürüldü. 5-də şirin ifadəsi çox mənalı sözdür. Çünki deyərəm ki, məsələn, şirin söz məcazi məna olmuş olar. Ona görə Y variantı da çıxdı, cavab oldu B variantı. 6. 80 ifadəsi, bir var rəqəm mənasında saydı, 80, nitq hissəsi olaraq saydı. Bir də var səksənmək, diksinmək. Nəsə olur, qorxuram, səksənirəm, deyirəm, niyə belə oldu, qorxuram nədənsə, səksənmək mənasındadır. 100 ifadəsini isə mən başqa cür işlədə bilmirəm. Məsələn, deyirlər ki, müəllimə 100 insanın üzü mənasında, o türkcədir. 100 türk dilində 100-dür, bizdə üzdür axı. At ifadəsi isə bildiyimiz heyvan mənasındadır, bir də var nə isə atmaq. 39-cu testə baxırıq. Sözlərdən hansılar amonimlik xüsusiyyətinə malikdir? Qala ifadəsi, bir var qız qalası mənasında, bir də var qalamaq mənasında. Biri ona görə götürməliyik. A variantında bir yoxdur, Y variantında bir yoxdur. Yaşıl ifadəsi başqa heç bir mənada işlənmir. B variantı çıxdı. Göy ifadəsi, bir var göy rəng mənasında, bir də var göy səma mənasında. 1-3 götürülür. Daha sonra 4-də al ifadəsidir. Al ifadəsini də məsələn mən işlədə bilərəm al rəng mənasında, bir də var nə isə almaq mənasında. D-də isə 4 yoxdur, ona görə də cavab avtomatik C olmuş olur. 5-də isə deyir sağ ifadəsi, bunu da izah eləmişik ki, sağ tərəfimiz, bir də var nə isə sağmaq. 40-cı testə baxırıq. Cümlələrdən birində feilin kökü amonimlik xüsusiyyəti daşıyaraq isim və feil kimi işlənə bilir. Maraqlı bir testi, gəlin baxaq. İsim və feil kimi işlənə bilən, məsələn, burada görmək feilidir, görməkdən görünməkdir. Amma buradan yarmaqdan yarılmaq. Yar ifadəsi, cavab elə B-dir də dostlar. Yar ifadəsini bir sevgili mənasında işlədirəm, bu zaman isimdir. Bir də var yarmaq mənasında işlədirəm. Üfüqlər qaralmışdı. Qara, burada sözün kökü qaradır, qar deyil. Və istənilən mənada qara rəng bildirir, sifətdir. Ona görə C variantını çıxardacağam. Azdan azalmaq, az sözü saydı ümumiyyətlə. Yaşdan yaşarmaq, yaşmaq sözü yoxdur axı, ona görə də C variantı yox, B variantı olacaq. Baxan kimi bilinir onsuz da. 41-ci testə baxırıq. Gül balalar deyib gülsün nümunəsində altına xətt çəkilmiş sözlər bir-biri ilə münasibətdə nədir? Deyib gülmək. Bir var gül balalar, yəni gül kimi olan balalar, çiçək kimi. Bir də var deyib gülmək. Bir var çiçək mənasında, bir də var gülmək mənasında. Gül amonim olacaq. Onun nəfsi ağırdır, onun tamahı çoxdur. Yenə də altından xətt çəkilmiş sözləri istəyir. Nəfs, tamah sözləri yaxın mənalı sözlərdir, sinonimdir. Daha sonra 43-cü testə baxırıq. Bircə dəqiqə buranı silək. Antonim sifət cütlüklərinə ibarət sözlərdir. Hər əks mənalı sözlər antonim deyil dostlar. Əks mənalı sözlər mütləq eyni nitq hissəsinə aid olmalıdır. İndi baxırıq. Güney, quzey, şimal, cənub, yaz, yay.
Antonim sifətlər istəyir bizdən. Burada görmədik. Yaxşılıq, yamanlıq bunları isimdir. Nə yaxşılıq, nə yamanlıq. Gözəl, çirkin, necə gözəl, necə çirkin, necə kobud, necə incə, necə quru, necə yaşca, belə C variantıdır. Həqiqətən də hər biri əksdir. Hər biri də nitq hissəsi olaraq sifətdir. Məsələn, Y variantı qış, payız isimdir. Səmim, gözəl, qəşəng, incə, zərif, amma səmimi ilə mülayim, hər səmimi olan mülayim deyil axı, bir-biri ilə uyğun gəlmədi. 44-cü testə baxırıq. Hər ikisi quruluşca düzəltmə antonim sözdür. Baxın, 2 dənə şərti var testimizin. O söz antonim olsun, əks mənalı və o söz düzəltmə olsun. Yəni tərkibində leksik şəkilçi olsun mütləq. İndi gəlin baxaq. Açılmaq, açmaqdan açılmaq yaranıb, bağdan bağlanmaq, bağlamaqdan bağlanmaq yaranıb daha doğrusu. Quruluşca düzəltmədir. Həqiqətən də açılmaq, bağlanmaq sözü də bir-biri ilə antonimdir. Danmaqdan danışmaq yaranmaz dostlar. Danış sözün özüdür, köküdür. Dandığım şeyi necə danışaram? Məna cəhətdən də olmaz axı. Mürəkkəb sözü sadədir. Burada düzəltməliyi yoxdur. Bardan barış yaranmaz. Barışmaqda barış sözün köküdür. Maksa qrammatik şəkilçidir. Çünki məsdər şəkilçisidir və sözün kök və qrammatikdən ibarətdirsə bu düzəltmə söz sayılmır. Orada mütləq leksik şəkilçi olmalıdır. Cavab A variantı. 45-ci testə baxırıq. Hansı bənddəki amonimlərin hər biri termin kimi də işlənə bilir? Sirkə ifadəsi termin kimi necə işlənsin? Nişan ifadəsi termin kimi, ləpə ifadəsi termin kimi necə işlənsin? Təsnif, efir, qaz, hava. Burada bu sözdə bircə dəqiqə baxaq. Qrov ifadəsi idi burada ona görə. Burada tər ifadəsi. Cavab D variantıdır. Efir yağları məsələn var. Təsnif ifadəsi bir var musiqidə təsnif mənasında termindir. Qaz ifadəsi məsələn bildiyimiz qaz mənasında işlənir. Yəni hava qazı və s. o ümumiyyətlə işlətdiyimiz qaz mənasında termindir. Hava ifadəsi udduğum hava mənasında, oksigen mənasında işlənə bilir termin kimi. Cavab D-dir. 46-cı testə baxırıq. Amonim kimi işlənə bilən dilçilik terminləridir. Bucaq ifadəsi dilçilik termini deyil. Ona görə çıxdım. Cavab B-dir. Zərf açıqca mənasındadır. Bir də var termin mənasında. Sifət insanın üzü sifəti. Bir də var termin mənasında. Say ifadəsi saymaq. Bir də var say termini mənasında. Aşıq ifadəsi də dilçilik deyil. Roman da dilçilik deyil. Tamamlıq, xitab, əvəzlik. Bunlar da amonim deyil. 47-ci testə baxırıq. Kökü amonim olan sözdür. Yəni o sözün kökü olsun amonim. Yaşıl ifadəsi amonim deyil. Toxumaq ifadəsi, soyumaq ifadəsi, soyumaq deyil o, soyumaq. Soyumaqdan soyutmaq. Çalmaqdan çalışmaq yaranmayıb. Çalışmaq sözün özüdür. Amma soydan soydaş yaranıb. Daş burada leksik şəkilçidir. Necə ki yoldaş, sirdaş, soydaş. Daş orada leksik şəkilçidir. Cavab olacaq D. Soy ifadəsi. Bir var soymaq, bir də var insanın soyu, gəldiyi kökü mənasındadır. Biri amonimdir. 48-ci testə baxırıq. Elə təsnif ifadəsidir. Bayaqdan izah eləyirəm onsuz da. Ətək sözü də çox mənalıdır. Bildir ifadəsi vurğusu dəyişməklə mənası dəyişən sözdür. Satirik ifadəsi də eynən elədir. Bir var deyirəm satirik. Azərbaycanın satiriki. Məsələn, Qasım bəy Zakir, Sabir, Mirzə Ələkbər Sabir Azərbaycanın satirikləridir. Vurğu idədir, birinci idə. Bu zaman şəxs mənasındadır. Bir də var deyirəm satirik əsər. Vurğu sonda olanda bu zaman əsər mənasındadır, cansız mənasındadır. Vurğusu dəyişməklə mənası dəyişir. Lirik ifadəsi də eynən elədir. Digərində olan bildir ifadəsi də deyirəm, bildir bizə gəlmişdilər. Yəni bu il yox, bundan əvvəlki il mənasında. Bir də var bildirmək mənasında. Y variantı da çıxdı buna görə. 49-cu testə baxırıq. İsim və feil kimi amonim ola bilməz. Amonim olmasını istəyir bizdən. Testdə həmişə daha diqqətli oxuyaq. Dinmək, qarışmaq, boyamaq, danmaq. Gördüyünüz kimi feil ola bilir. Bir
Bir dənə D variantında divanmaq deyə bilmərik axı buna. Deməli feil ola bilmir. Amma divan ifadəsi amonim ifadədir dostlar. Divan bir var əyləşdiyimiz divan, bir də var divan şeir külliyyatı mənasında amonim olar. Məsələn, Vaqifin divanı. 50-ci testə baxırıq. İsim və feil kimi amonim ola bilməz. Yenə də ola bilməyəni istəyir bizdən. Qanmaq, qarışmaq. Maqmək artıranda görürəm ki, mənaları var. Deməli, feil kimi olur. Anmaq, qırmaq. Amma qatarmaq deyə bilirəm, yox. Deməli, feil mənası yoxdur. Cavab olacaq D variantı. Qatar bildiyiniz gedilən qatar mənasındadır. Belə əziz izləyicilər, ilk 50 testin izahını amonimlərdən qeyd etdim.